Dostlar, hamıya salam. Nanolya SMR kanalına xoş gəlmisiniz. Nəhayət gözlənilən o vlogu mən yükləyirəm. Çünki çox insan yazırdı ki, nə oldu vlog, nə oldu vlog. Burada nəhayət mama ilə taksidəyik və biz mola getdik. Həmişəki molumuz Gənclik mola. Çünki sizə demişdim ki, artıq nişana hamıda don var, hamıda paltar var, ancaq məndə yox idi. Ona görə bu günləri getdik mənə don seçməyə. Və sizə bir dənə spoiler deyim. Zara'da 3 dənə dondan başqa heç nə görmədim və çox pis olmuşdum. Seçim yox idi. Hələ ki bunu götürdüm. Belə açıqdır. Bilmirəm yeyəcəm. Çünki donlar demək olar yoxdur. Və bunu götürdüm. Əynimdə göstərəcəm. Belə bu da açıqdır. Heç nə tapa bilmirəm. Məncə hər şey açıq-aşkar aydın oldu ki, mən hansı donu seçdim, amma sizə evdə göstərəcəm hansı don oldu. Və Gənclik molda aşağıda Bravo var, orada Olivia'ya girdim. Olivia'da Vivienne Sabon'un BB kremini götürdüm. Daha doğrusu gözaltı konsilerini götürdüm və BB krem götürdüm ayrıca. Sizə deyim ki, ən iğrənc konsilerlərdən biridir. Mənə görə Vivienne Sabon gözümün altını və üzümü o qədər quru edib ki, yəni indi üzüm çox pis gündədir. Heç vaxt o konsileri almayın. Ən azından sizin üzünüz çox hissiyatlıdırsa. Pencəyi aldım. Deyirəm ki, çeki sizə göstərim burada. Tak, deməli dedim belə göstərim sizə. 129 artikel buradadır. Bəlkə lazım olar. Bəyəndim astarı. Həm çox yüngüldür yaya görə də. Katandır da, katan materialı. Deməli bu 129 elədi. Donumuz da dedim sizə göstərim 109 aydı. Tak, onu sizə tam olaraq göstərəcəm. Materialı möhtəşəm. O qədər gözəldir dəriyə. Yəni siz inana bilmirsiniz. Çox belə soyuq materialdır, super. Dəli dostlar, deməli Bravo'dan nələr aldıq? Hamısı abur-cuburdur demək olar. Burada belə Lay's, ən sevdiyim. Doritos. Böyle Raşe'nin bu piçenyaları. Bu piçenyalar Raşe'nin. Sport piçenya. Böyle xlebцы ржаные. Çiko. Юбилейnin bu piçenyaları. 2 tane. Lavita'nın bu piçenyası. Burada karitsadır ve alma. Sevmirəm, mama sevir. Raşe'nin bu waffle'ları. Abur cubur olmayan toyuq. Belə pendir. Mən soruşulayım çox. Breslev tost qalırıq, əzizlərim. Ancaq bunu yeyirik. Demək olar ancaq bunu. Pizza üçün koma istifadə edə bilərik, amma ən çox budur bizdə. Karat, belə bir plavlenli pendir, endirimə düşmüşdə aldıq. Belə bir kefir, göstərmişdim ki sizə ki, kefir alırıq həmişə. Və belə bir su. Mamuçka çek elədi, 40 manat 16 qəpik. Və Bravo'nun içində Gənclik molda, orada Olivia da var. Olivia. Deməli, nə aldım? Vivienne Sabon'un konsileri aldım. 02 ilk dəfə istifadə edəcəm. Əslində beauty blogerlərdə çox görmüşəm, tərifləyirdilər. Dedim aldım. Həm də endirimdəydi. Və Bella Ogi, yalan verməsən adı elədi. BB krem 01 nömrə. 01 nömrə. Deməli orada ödədim 21 manat. 20 manat 98 qəpik daha doğrusu. 21 manat verdim, bu qədər. Zara'dan da sizə yəqin nişanda tam olaraq göstərmək istəyirəm. Yəni öz üzərimdə ya da ki, yəni qiymətləri göstərdim çeki bundan əvvəl. Üstümdə yəni tam görəcəksiniz. İstəyirəm pričoskayla falan belə göstərdim yəqin ki Primerkada sizə, amma ayaqqabım yoxdur. Hələ ki sumkam yoxdur. Aldo'da baxdım, o qədər də bəyənmədim. İstədiyim sumkanın zamoku xarab oldu. Ona görə almadım. Hələ ki bu qədər.
Getdik. Deməli bu hissələri artıq mən çəkməmişdim. Mamagil bu Yuska getmişdilər nənəmlə. Çünki dayımın avqustun 11-i ad günüdür və biz ona tarşer almaq qərarına gəldik. Mamagil dedi ki, az qalıb orada. Ona görə gedək biz alaq, sən otur yat. Hehe. Bundan əvvəlki kadrları görmüşdünüz, mama getmişdi. Bəli, bu dəfə mən heç nə çəkməmişdim. Bəli, mən pis qızam. Mən getməmişdim. Bu nənəm üçün örtük. Bu belə salfetkalar. Bu belə asılqanlar. Elə bil ki, mama deyib ki, sizə göstərib. Bunu bilmirəm, baxacam mən. Deməli, bunu dayıma hədiyyə olaraq ad gününə aldıq. Çünki onların evini görmüşdünüz də, sizə çəkmişdim. Amma onlarda iminə. Bunun adı neydi mama? Tarşır, belə bir tarşırları yoxdur. Yəni elə belə otaqlarda belə bir tarşır çatmır. Qərar verdiyi ad gününə tarşır alaq. Və çek hər şey belə etdi. Dedim baxasız. Bir də yadımdan çıxmadı deməyə ki, endirimdə idi bu tarşır. Biz gedəndə elə bildik endirim yoxdur. Yalan demirəmsə 110 idi, ya 100 idi, 70-ə düşmüşdü. Yəni istəsəz dəyərlənin. Kristofdur, çox gözəldir. Yəni konkret belə şit deyil də. Görürüm amma nə gözəllik hazırlayıb. Burada soyutmadır. Ətlə, burada ətləri görürsünüz. Qoyun ətindəndir. Yəqin ki, mukbang dəqiq olacaq. Çox ləzzətli görsənir vəbşi. Nam nam nam. Bu mukbang ən sevdiyim mukbanglardan biridir. Çox ləzzətli idi və gözəl tema var idi. Aşağıda linkini dəqiq qoyacağam. Əgər maraqlı olsa baxın. Qısa bir fraqmentini sizin üçün paylaşdım. Və əziz dostlar, əgər sizə əziyyət deyirsə, takip atın və like eləyin. Çünki mənə dəhşət çox xoş olur və motivasiya verir ki, mən daha çox videolar çəkim və vloqlar çəkim. Çünki mən daha çox like görəndə mən başa düşürəm ki, siz bəyənirsiniz və mən də deyirəm ki, hə, deməli davam eləyək, belə tempdə davam eləmək lazımdır. Ancaq yəni like'lar əslində heç nə vermir. Sadəcə mənim özgüvənliyimdir. Dayım qızının ad günü, uşaqların ad günüdür ikisində də. Biri 2 yaşı tamam olur. Bu maşınkadan alırıq, pultludur. Böyüyünə bu Spiderman 6 yaşı var, məktəbə gedəcək. Bu penaldır Spiderman'dan və kruşka alacaq. Çünki maşınkalarla o qədər də maması dedi ki, maşınka o qədər də sevmir. Deməli nə aldıq? Məktəbə gedir, dedim sizə, marketdə yəqin ki o videonu qoyacağım. Spiderman belə ruçkalar üçün penaldır. Burada belə ruçiçkadır, robot. İdi ucu böyüyüb, iqruşka almadıq ona. Burada yazıb, I am always angry. Halkdır, çox sevir, halkı sevir, Spiderman'ı çox sevir. Və belə fincan, burada da Spiderman'dır. Və belə. Onun ad günü 20 avqustdur. Prosta ki, balaca oğlunun ad günü evdə keçirdir. Böyüsü isə idmanda keçirdəcəklər. Ora tort falan zakaz eləyəcək. Ona görə bir dəfəlik, əlbəttə bir uşağa hədiyyə alıb o birisini almamaq düzgün deyil. Belə setuşkalar tapdım. Ancaq hansı ki, iqruşkalar hər şey yerləşir. Qalanlar balaca idi. Balacasına da belə maşın. Burada pultdur, görürsünüz. Yəni belə maşındır. Məncə qəşəngdir. Gözlüyün arxada göstərim sizə. 2 yaşı tamam olur. Və bu maşındır. Nəsə orada depatklüçka olunur. Hər şey yəni özləri uca edərlər. Mən bilmirəm, başım çıxmır. Yoxlamadım ki, açmayayım da. Çəkini saxlayacaq yesuşdan. Belə, yəni hədiyyələr belə. Qiymətlərlə də maraqlananlar çek belə elədi. Yəni ödəniş belə oldu. Burada nəhayət lazerə gəlirəm və dedim ki, sizə az da olsa biraz abstanovkanı çəkim, özümü biraz göstərim. Ato boyda heç nə görsətmədim demək olar özümü. Uşaqlar, deməli bu mimoza salatıdır. Burada kartofdur, indi yumurtadır və kökdür. Artda kartof, sonra yumurta, sonra kök, indi mayonez. Mənə dedilər resepti yenə dayım qızının uşağının ad günüdür. Daha doğrusu hədə Amerçikin ad günüdür. Mama da həmişə salatları hazırlayır. Çünki çox dadlı hazırlayır. Həmişə mamadan xahiş eləyirlər. Bundan sonra da şuba olacaq. Şubanı da məndən xahiş eləmişdiniz ki, mən göstərim. Deməli, çoxları bilirəm, bəziləri balıqdan da hazırlayır. Biz toyuğun döşətindən hazırlayırıq. Burada da sarılarıdır. Sarılarını üstünə eləyirik. Biz əvvəl pendirlə, Holland pendiri ilə eləyirdik. İndi
ancaq yumurtanın sarısını üstünə vururuq. Niyə? Çünki nədənsə Holland pendiri üstə quruyur. Yəni vaxt keçdikcə başlayır daşlaşmağa. Ona görə belə edirik. Belə də çox dadlı və yumşaq elə belə alınır. Çox gözəl. Toyuğun döşətini əlavə eləyirik. Bay, gözəlliyi alınır. Mayonez də bu birinci dəfə istifadə olunur. İlk dəfədir deyərəm dadlıdır ya necədir. İlk dəfə buna istifadə eləyəcək. Adətən indi göstərərəm nəyə istifadə eləyirik. Adətən bu slabadan istifadə eləyirik, olivkovu. Biz olivkovu ümumiyyətlə zeytunlu çox sevirik də. Yəni sadəsi var, provansal falan. Biz həmişə olivkovu alırıq. Yenə indi toyuq əlavə eləyirik. Kök əlavə eləyirik. Baş getdi. Yemək yeməmişəm. Saat 4-ün yarısıdır. Ona görə üzülürsən. Beyin işləmiyor. Hər qatını da duzluyuruq. Mama bir dənə nə isə edir, duzluyur. Bir dənə nə isə edir, duzluyur. Ancaq toyuğun döşətini duzlamadın, hə sən? Çünki duzlanmışdı. Suda pişirəndə duzladım. Hə, o ancaq toyuğun döşətindən sonra duz vurmadıq. Çünki o duzlanmışdı uşaq. Qalan hər şeyi edirik, duzluyuruq. Yumurtanın ağını əlavə eləyirik. Çünki sarısını dedim ki, üstünə saxlayırıq. Kartofu əlavə eləyirik. O da hər şey rəndələnir də. Yəqin ki, yəni mimozanı prosta bilmirəm kimlər necə hazırlayır. Qərar verdim, göstərdim də. Həmişə deyirlər, bəs bu salat necə, o salat necə, bunu nətər eləyirsiniz? Dedim, niyə də göstərməyim də sizə? Vloqdur da onsuz da. Hər sloyu da belə mama həmişə basır. Basır bir-birinə belə. Mayonez olmadan. Bir dənə slow eləyir, basır belə. Bir dənə slow eləyir, basır. Əlbəttə bunun əvvəl duzlanmışdı, mən demişdim. Yəni çıxmasın da heç nə. Və axırıncı nə edirik? Yenə mayonez. Gördünüz də hamısını belə bastıq. Və gözəl mayonezimizi əlavə edirik. Qaşıqla belə əlavə eləyir. Onsuz da ki, mayonezə belə baxmayın ki, çoxdur. O, yəni bir gecəlik saxlayacağıq biz. Xaladelnikdə qalanda bütün sloyların aşağısına yəni gedəcək. Yəni çox mayonezli hiss olunmur. Yəni o cəhətdən narahat olmayın və görməyin, elə bilməyin ki, yəni mayonez çoxdur. Mayonez çox deyil. Mama kiçik çörkada bu yumurtanın sarısını rəndələdi, sizə demişdim və üstünə bəzək kimi indi belə eləməyə başladıq. Doğrudan da çox yumşaq. Holland pendirinə baxanda heç nə elə bil olur ikinci, üçüncü günə qalır. Adamın ağzını elə bil kəsir də. Amma burada belə bir şey yoxdur. Elə bil pambıq yeyirsən. Yəni yumurtanın sarısı ilə dadına baxın. Baxmamısınızsa elə. Gözlərim, baxın necə gözəllik alınır. Çox qəşəngdir. Yəni 100% dadına baxın, əgər belə formatda eləməmisinizsə. Və belə şapıçkalar taxırıq, iminə yemək üçün. Belə formatdadır. Və bir günlük qalacaq soyuducuda. Kimlər soruşursa, baxın belə bir şeydir. Bunlar böyüdülər. Bunlar kiçikləri də bizdə var. Amma böyükləri və bunlardır. Gözlərim, bu şuba salatıdır. İndi çuğunduru rəndələnmiş əlavə eləyirik. İndi kartof əlavə olunur. Eynən mimozadakı kimi rəndələnmiş və üstünə yenə duz vurulacaq. Mən dediyim kimi. Və şubamız da balıqla. Hamısı, bütün balıq indi kəsilməyib, kəsiləcək əlavə olaraq. Balıq bu balıqdır. Yumurtamızı əlavə eləyirik. Kökümüzü əlavə eləyirik. Mimozadakı kimi hər şeyi belə sıxırıq. Diqqətlə biz balığın yağını vururuq. Necə göstərim, sizə görmürsünüz. Vururuq salata ki, dadı hər şey keçsin. Yəni bunu da eləyirik. Bəziləri ancaq balığın özünü vurur. Biz yağını vururuq. Sonra mayonezi əlavə eləyirik. Və belə. Və balığı əlavə eləyirik.
Balıq demişdim az kəsilib, indi yenə kəsiləcək. Balıqları yenə əlavə edirik. Demək olar mən sizə hansı balığı göstərmişdim. Yəni demək olar o gedir, 1-2 balıq qalır. Üstündən yenə kök əlavə edirik. Bax, burada yumurtadır. Yumurtanı burada sarısı ilə əlavə edirik. Orada ağı idi, ancaq demişdim ki, sarısını saxlayırıq. Burada hər ikisini əlavə edirik. Tam yumurta. İndi yenə kartof əlavə edirik. Hər sloyu duzlamağı unutmuruq. Balığı ancaq duzlamırıq. Balıq özü duzludur. Qalan hər şeyi duzluyuruq. Mən sizə hər dəfə duzlayanda göstərmirəm. O yadınızdan çıxmasın. Yenə hər şeyi belə sıxırıq. Deyirəm, hər şeyi sizə göstərim. Birdən nəsə yadınızdan çıxar, məsəl üçün hazırlayarsınız. Balığın yenə yağını əlavə edirik. Burada. Çuğundur əlavə edirik. Deməli, axırıncıdır. Vəsə. Bax, çuğundur baxın belə olmalıdır. Qıpqırmızı olmalıdır. Axırıncı başlayanda birinci çuğundur, qutaranda da axırıncı çuğundur. Hə, belə olmalıdır. Ancaq belə. Onda qıpqırmızı olur. Üstdən də qızar, bütün bu rəngi çıxır. Hə. Mayonezə. Altdan da çıxır, üstdən də çıxır. Yəni elə olmalıdır. Ən aşağıda çıxır. Görürsünüz, kartof qırmızı olur. Hə. Çünki məndən soruşurlar ki, bizdə ağ olur, niyə sizdə rozov olur? Çuğundur qırmızı olmalıdır. Əsasən də qışda yaxşı çuğundur tapmaq çətindir, ağ rəngində. O ağ yoxu çox zəif rozov olur da. İndi üstünə sürtəcəyik, yəni səhərsi gün mən sizə göstərəcəm ki, qıpqırmızı olub da, yəni əsl şuba rəngində. Duzluyuruq. Fikir versəz, bu kartofdu artıq qıpqırmızıdır demək olar. Hələ təzə qoymuşuq da, yəni onu demək istəyirəm. Belə. Vəsə. Səhərsi gün sizə onsuz aparanda hər şeyi göstərəcəm ki, necə qıpqırmızı olacaq. Vəsə, əzizlərim, belə bir gözəllik olur. Görürsünüz ki, rozov rəngə bürünür yavaş-yavaş. Tak, sizə demişdim ki, salatı göstərəcəm. Yəqin ki, buradan rəngi görsənir. Gəlin biraz belə açaq. Görürsünüz də. Konkret səhərsi gündür. Deyirəm, tam açmayım. Göstərərəm inşallah sizə stolda. Yəni belə konkret rozov, bəlkə rozov rəngi olur. Dayım qızın uşağının ad günüdür və dayım oğlu mototsikllə gəldi. Çünki mən xahiş eləmişdim ki, mən də mototsikla minmək istəyirəm. Миртик, Сёма Бибидая. На, возьми. Это твой подарочек. Две ручки возьми сюда. Ура. Вот Бери. так. Вот так. Вот так. Алишка, а это твой подарочек. Это от нас подарочек. С днем рождения. Ура. Ура. Qızın infarkt aldı. Əlləri əsir, özü əsir bütün. Sonra yemək yeyəndə cəmaət soruşur ki, niyə əllərin əsir? Qorxdum da. Buna görə. Yemək yeyəndə də qorxsan. Yo, yemək yeyəndə acı olam ona görə. Tortun gözəlliyinə baxın, Spider-Man. İndi bilirsiniz də hədiyyələr nəyə görə Spider-Man-la bağlı idi. А ты куда идешь? Я не знаю, как это класть. Я забыла включить. Да, пусть вилочкой каждый сам. Да. Ой, да, блин. Ну как можно? Və əlbəttə ki, harasa gediriksə biz dəqiq yemək yeməliyik. Mən sizə kebabları elə belə göstərməmişdim, yoxsa göstərdim. Hə, göstərdim, stolu göstərdim. Ona görə dedim ki, dayı oğlu, mən səni çəkə bilərəm sən yeyəndə. Deyir ki, mənə fərqi yoxdur. Dedim, hə, deməli sən də kadrdasan. Kadrda 2 nəfər olanda daha maraqlı olur. Mən özümə bastırma götürəndə qərar verdim ki, dayım oğluna da götürüm. Amma o dedi ki, yox, mən toyuğun filesini yeyirəm. Ona görə götürdü mənim qabıma da bastırmanı qoydu. Bastırma çox olmur. Ona görə mən yox demədən hamısını yedim. No problem. Ətraflı da deyim, indi dayım qızın evindəyik. Dayım qızın 2 dənə oğlu var. Birinin 2 yaşı tamam oldu. Bu günləri, yəni 8 avqustda. Böyük oğlunun da ad günü 20 avqustdur. Yəni Alişqanın. Biz qərar verdik ki, elə bir dəfəlik təbrik eləyək. Onsuz da ki, yığılmışıq. Yəni bir uşağı təbrik eləyib o birisini yox, düzgün deyil. Baxın, görün nə qəşəngdir. Wow. С днем рождения тебя! С днем рождения! С днем рождения! С днем рождения тебя! Ура! Давай фу-фу! Да!
So dostlar, deməli günümüz belə keçdi. Burada da nəhayət tortdu yeyirəm. Tort çox ləzzətli idi. Onun bir tərəfli meyvəli idi, bir tərəfli şokoladlı idi. Ən dadlı tortlardan biri idi. Dayım qızına da dedim ki, tez ol bizə evə də qoy. O bizə gözəl bir dənə kusok qoydu əlbəttə ki. Yəni qoymasaydı, yəni başqa məsələ olacaqdı. Yəni amma qoydu. Əlbəttə ki, bu bir zarafatdı. İndi ciddi başa düşənlər hər şey gələcək üstümə. Çox sağ olun izlədiyiniz üçün. Öpürəm sizi.